Azərbaycanın ilk satirik jurnalı olan Molla Nəsrəddinin yaranmasından 119 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı ilin aprelin 7-sində Tiflisdə Qeyrət mətbəəsində çap olunub. İki Sahil xəbər verir ki, 20-ci əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr Şərqi Rus, Həyat və İrşad kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. Molla Nəsrəddin jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi. Nəşrin redaktoru Cəlil Məmmədquluzadənin dediyi kimi, Molla Nəsrəddini təbiət özü yaratdı, zəmanə özü yaratdı. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib. Jurnalın təsisçiləri görkəmli yazıcı Cəlil Məmmədquluzadə və ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdilər.